Hər vaxtınız xeyir olsun. Bugün əzilmədən dəndən olan, ləzzətli və asan hazırlanan əvəlikli çəkmə pulovun hazırlanmasını sizlərə təqdim edirəm. Keçirəm hazırlamağa. 1 ədəd böyük soğanı orta ölçüdə doğrayıram. Pulovu bişirəcəyim qazana 2 xörək qaşığı kərə yağ əlavə edib soğanları qovururam. Soğanların tərkibindəki su çəkiləndən sonra üzərinə biraz doğranmış quyruq əlavə edib yenidən qovururam. Əvvəliyi sirkəli suda 20 dəqiqə saxlayıb təmiz yuyub soğanın üzərinə əlavə edirəm. Üzərinə də biraz su tökürəm və qapağını örtüb 20 dəqiqə, yarım saat bişməyə qoyuram. Əvvəlik bişdikdən sonra üzərinə duz, istiot, paprika və sarı kök əlavə edirəm. Qarışdırdıqdan sonra düyünü də bura əlavə edirəm. Qarışdırarkən baxdım suyu azdır, biraz da su əlavə etdim. Qapağını örtüb orta oddan, biraz da az odda suyu çəkilənə qədər bişirirəm. Suyu çəkilənə qədər mütləq ara bir qarışdırmaq lazımdır. Hələ suyu tam çəkilməyib və biraz qarışdırıram. Yenidən qapağını örtüb suyu tam çəkilənə qədər bişirirəm. Artıq suyu çəkilib, üzərində bu cür deşiklər açıram ki, tərkibində qalan su yaxşı buxarlansın. Və belə olduqda düyü əzilmir, dəndən olur. Sonra üzərinə biraz ərinmiş kərə yağ əlavə edirəm. İstəsəniz zeytun yağından da istifadə edə bilərsiniz. Sonra qapağını örtüb vam odda 1 saat dəmə qoyuram. Yarım saat keçdikdən sonra təkrar qarışdırıram. Bunu ona görə edirəm ki, düyü əzilib yapışqanlı olmasın. Qarışdırdıqdan sonra üzərində təkrar deşiklər açıb yenidən yarım saatlıq dəmə qoyuram. Artıq əvvəlikli çəkmə pulovum bişib hazır oldu. Videonu ətraflı şəkildə YouTube kanalımdan izləyə bilərsiniz. Zəhmətə dəyər verib kanalıma və səhifəmə abunə olub bəyənib paylaşan hər kəsə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.